Salam, hörmətli izləyicilər. Bəzən sual verirsiniz ki, kalsinat nə deməkdir? Kalsinat tiroid vəzisində olan düyünlərin daxilində yerləşmiş, bərkləşmiş, kalsifikasiyaya uğramış bir düyünlərdir. Həmin düyünlərin mahiyyəti niyə sadə düyünlərdən daha təhlükəlidir? Ona görə ki, kalsinatın daxilində olan hər hansısa bir kanser hüceyrəsi barəsində orqanizmin immun sisteminin xəbərdar olma ehtimalı yoxdur. Çünki kalsinat daxilində yerləşmiş hüceyrələrə immun hissəciklər daxil ola bilmədiyi üçün oradan informasiya ala bilmirlər. İnformasiya ala bilmədikləri üçün kalsinat daxilində yerləşmiş kanser hüceyrələri özləri sərbəst olaraq həmin kalsinatın daxilində böyüyür və çoxalır, artır. Gələcəkdə bir kanser toxuması yaradırlar. Bu baxımdan kalsinatlı düyünlər biz tərəfdən daha təhlükəli düyünlər kimi dəyərləndirilir və onlara yaxınlaşma digər düyünlərlə müqayisədə daha aqressiv xarakterdədir. Yəni, biz həmin düyünləri gördükdə xəstəyə daha çox əməliyyat olunma ehtimalı tövsiyə etmiş oluruq. Çünki həmin qeyd etdiyim kimi kalsinatlı düyündən immun sistemimiz informasiya ala bilmədiyi üçün həmin düyünün daxilində olan kanser hüceyrələri avtonom olaraq özləri böyüyüb çoxalaraq bir kanser toxuması yaradırlar.